Salam dostlar, kanalıma hoş geldiniz. Mən Elmir. Bugün yeni video ilə qarşınızdayım. Deməli dostlar, bugün panel videosu çəkirik. Bu panel videosu əladır. Ola bir dənə panelimiz var. Bu paneli lap başdan deyim sizə ki, uşaqlar ban verir. Yəni ban vermə riski var. Yəni ev hesabınızda eləyib, sonra gəlib məndən demin ki, mən ban yedim, sənlikdir. Yəni deyirəm ki, ban yemə riski var. Mən videolarımda demişəm ki, ban riski var ya da yoxdur. Hamısını demişəm uşaqlar. Yəni boş yorumlar yazmayın. Yazanlar olur, düzdür. Nə qədər desəm də bir dənə siz videoya like atın, kanala abunə olun ki, daha çox video gəlsin. Bunu deyim uşaqlar. Elmas xərcləmə videosu gələcək inşallah. Sadəcə səbirli olun. Evo falan çıxarmağa çalışacaq, etkinlikləri çıxarmağa çalışacaq. Siz sadəcə izləmədə qalın. Bu videoya ən azı 150 like gözləyirəm uşaqlar. Bunu da deyim ki, 150 like-da yeni bir panel videosu gəlir. Sadəcə like atın uşaqlar. Like. Bir də yorum yazın ki, videomuz keşfətə çıxsın uşaqlar. Keşfətə çıxsa daha sizin xeyrinizə həmin vaxtda 150 like gəlir uşaqlar. Neysə uşaqlar. Deməli paneli necə alır? Panel Telegramdadır. WhatsApp-a gəlib məndən panel istəməyin, verməyəcəm uşaqlar. Telegrama gəlsiniz. Sizə bir dənə link qoyuram, bu linka giriş edirsiniz. O linkdə kilidi açmaq üçün bir dənə kanala abunə olub videoya like atsınız. Yəni orada dediyi kanala abunə olursunuz. Yəni uşaqlar videoya like atsınız. Bu videoya da atın, o videoya da atın. Yəni kilidi açmaq üçün. Sonra geri qayıtsınız. Qayıtdıqdan sonra kilidi açsınız. Kiliddə də bir dənə link olacaq yenə. O linka girdikdən sonra sizi atır Telegram kanalına. Telegram kanalında son paylaşdığım videoya girirsiniz və uşaqlar son attığım, paylaşdığım paneli yüklüyürsünüz. Orada da onun şifrəsi və kodu var uşaqlar. Bunu da deyim ki, yəni mən panellə oynamıram. Yəni çoxları yazır ki, panellə oynayırsan, özün panelsən, videolarımı falan da görürsünüz, amma panel deyiləm uşaqlar. Yəni öz hassasiyyətimlə oynayıram. Amma deyim sizə, hassasiyyətimdə göstərəcəm sizə, bir dənə səbirli olun. Yəni belə uşaqlar. Yəni bundan sonra hansı videonun gəlməsini istəyirsinizsə yorumlara yazın, deyin ki, məsələn bu videonun gəlməsini istəyirəm. Məsələn telefonlarınızı yazın ki, bu telefona özəl hassasiyyət videosu gəlsin. Bizə bir dənə proqram deyib, sən bu hassasiyyətləri hardan alsan, necə alsan. Yəni hassasiyyətimi də özümə göstərməkdə burada sizə. Gördüyünüz kimi uşaqlar, hassasiyyətim budur. İşlədə bilərsiniz. Bir dənə eğitim gərək hassasiyyətimi göstərim. Amma videoda kasma olacaq. Niyə bilirsinizmi? Çünki ekran kaydında FPS düşür və hassasiyyəti vurmaqda, yəni eğim itir, yəni belə deyim sizə. Burada bir dənə UMP alaq. Neysə uşaqlar. UMP-mizi aldıq. Görürsünüz. Yəni uşaqlar, hassasiyyətim pis deyil. Onu deyim sizə. Yəni normal hassasiyyətdə siz də işlədə bilərsiniz. Onu deyim ki, telefonum iOS-dur, yəni iPhone-dur, iPhone XS. Onun tanıtım videosu gəlməkdir. İnşallah gələcək, sadəcə səbirli olun. Vaxt eləyə bilmirəm uşaqlar, onu çəkməyə. İnşallah çəkərəm. Elmas xərcləmədən əvvəl çəkərəm, paylaşaram sizə mənim telefonumdan görər, baxarsınız. Əgər sizin də xoşunuza gəlsə, siz də alma fikriniz varsa, alarsınız. Belə uşaqlar. Özünüz də burada görürsünüz, yəni hassasiyyət pis deyil, sadəcə burada ekran kaydında biraz problem olur. Amma normal belə ekran kaydsız çəkəndə, yəni normal kafalar gedir. Belə uşaqlar, bu videoya bir dənə dəli like istəyirəm, yəni Ayhan Usta demişkən, dəli like'ları yağdırın, niyə bura? Uşaqlar, bunu deyim, TikTok səhifəmiz var, TikTok səhifəmizə də takip ata bilərsiniz, orada da canlı açır, orada da gəlib dəstək ola bilərsiniz, nə bilim, hədiyyələrdən düşün. Şir atın, nə bilim, qartal atın, zarafat eləm, ürəyinizdən nə keçir, onu eləyin. Siz takip atın. Sadəcə izləyin TikTok'da mən. Sağ olun, var olun.